Hamınızdan dostlar, bu yüzlükdə Minecraftda kvadrat gəzəndə hayatta qalmağa davam edirik. Bu bölüm 2'si olacaq. Siz aşağıda videolar qatıp kanala abone olmayın. Bu videoya ən azı bir 5-4 like gəlsə bunun davamı gələcək. Onda gəlin videomuza başlayaq. Bildiyiniz kimi axırıncı bölümdə həm çöl biyomunu çöl biyomuna kəşf eləmişdik və full hər şeyimizi dəmir set eləmişdik, əşyalar, alətlərimizi və zırhımızı dəmir set eləmişdik və artıqdan da 14 dənə dəmirimiz qalmışdı. Bu bölümdə də qar biyomunu kəşf eləməyə çalışacağam. Ancaq qar biyomunu kəşf eləmədən əvvəl qəşəng bir dənə ev tikmək istəyirəm. Çünki heç bir serimdə mən belə ev tikmirəm. Bir də dostlar, modlu Minecraft seriləri də gələ bilər. Modlu Minecraft deyəndə məsələn modlu Minecraft necə olur onun kimi. Yəni onun serisini istəyirsinizsə aşağı bu videoya 15 like gəlsə, 10 like gəlsə modlu Minecraft gələcək. Bir də dostlar, tek dostumla tek blog videoları da gələcək kanala. Ya bu gün gələcək elə. Bu gün yəni tek blog videosu çəkəcəm dostumla. Mən necə oynayırdım, blok qırırdım, yerinə tələsi gəlirdi. Dirək ondan. Dirək çox da böyük. İndi bu çəkli deyəcəksin, nəyə görə edibsən? Eləməmin səbəbi bura qoyunlar üçün yer hazırladım. Bir dənə qoyun yumurtam var. Yəqin ki qoyunlara da bura qoyunlar üçün ərazi hazırlayacağam. İndi 15'te 3'e 3'lük bir yer hazırlayacağım. Ancaq uzunluğu daha böyle olsun. Belə. Bura qapı olsun. Yəni qapı buradan olmasın. Qapı buradan olsun. Bəli. Qapı buradandır. İndi biraz da tarlanı böyle bu bölümde tarlada eləyəcəm. Yəni tarlanı bu bölümdə eləyəcəm, evyat bu bölümdə tamamlayacağım. İndi qoyun yumurtamızı alaq. Bir dənə də burada çit qapısı yeyək. Hop, yox, tərsini oldu. Ay, indi bunu belə qoymalıyıq. Bunları belə oldu. Bir dənə bəsdir. Görəsən hazırlamaq lazımdır ki bir dənə bəs edirəm. Hop, qapımızı qoyduq və qoyunu da qoyduq içəri, bomba kimi. İndi mənə bir dənə də qoyun yumurtası lazımdır ki zad olsun. Mən buranı ikinci qoyunum olsun və buğdaylardan onları sıxışdıra bilim. İndi ətrafındakı gülləri, yatları, bir də oynasın biraz qısım. O ətrafdakı çiçəkləri, buğdayları, tohumları, yatları qırılam ki biraz tohum çıxsın. Tohumlardan da buğday əkim də. Hop, ək. Ən az bir 12 dənə olsa bəsdir. Elə 12 dənə olub. Biraz da qıraq, yəni çox çıxır olsa. Ətrafda nə qədər var? Nardır. Nəsə 18 dənə bəsdir. Qaçamıram, ağzımdan ölürəm. Hop. İndi bunları ataq. Sandıqlar, aha, bal qabağı da əkəcəm, karpuz da əkəcəm. Başqa əkiləcək bir şey yoxdur ki. Baxım sandıqlarıma. Yox, başqa əkiləcək bir şey yoxdur. İndi bir dənə taşdan çap edeyim. Hop. Belə. Hop, başlarım qaçadım ki. Düz buraya yiyəcəm. Buradakı əraziyə yox. Burada şifə qamışların qırım. Düz buraya yiyəcəm. Baxın bura. Hop, ək. Olsun, məndə nə qədər kemik bloğu var. Onları da çevirəndə nə qədər kemik tozu olacaq. Hop. Bundan qırmayaq. Allah. Hop. Allah. İndi bunları da əkək. Aha, çox qaldı yer. İndi bal qabağı bura əkirəm, bu tərəfə çıxsın. Ya da bu tərəfə çıxacaq. İndi bir də qarpuzu da bura əkirəm. Bura çıxacaq böyük ehtimal. Ağacı bura əkək. İndi bu envantiyalı bunları yersin sən. Bunları bir dənə yox elə. Hop, at.
Bu güllər mənə heç bir şəkildə lazım olmayacaq. Bunlar da tulla. Mən yemək problemi necə həll edəcəm onu bilmirəm. Sandıqlarımda da heç bir yemək yox. Çürük ət yeyərəm. Kasıbsın üzü qara olsun. Sənin kasıbsın üzü qara olsun. İndi ətrafda bir şeylər var. Mantarlar. Qırmızı mantar var. Əgər qəhvəyi mantar da varsa, sizin şey deyə bilərəm. İndi tarla çıxılı bir dənə tarla hazırladıq özümüzə. Onda biz qar biyomunu kəşf eləmək üçün gedək. Qar biyomu deyəsən o tərəfdə idi ya da bu tərəfdə idi. Deyəsən o tərəfdə idi. Yo bu tərəfdə, bu tərəfdə. Bu şəkər qamışlar çox tez böyümür. Ya mənə elə gəlir. Hələ çox tez böyür. Bu tərəfdə deyilmiş. Onda arxa tərəfdəymiş. Arxa tərəf heç ağlıma gəlmədi. Çox tez açıqram. Niyə belədir bilmirəm. Oyun modu nədədir? Normalda. İndi burada da gələcəm böyük ehtimal yapılar olacaq. Harada da gör. Başqa o tərəfiyə geçmək lazım olar. Əslində çox da olmazdı. Aha bu daha iglo. Dəqiq iglo da. Dəqiq iglo olar inşallah. İlk olması da nədir? O çox da çıxıram. Bir dənə yeni şəkil gəlir. Çox da yarattıq görməmişəm. Aha dəri çıxdı. Çiğ yumurta. Kurt yumurtası kimi. Qoyun yumurtası elə bildim ona. Ancaq kurt yumurtası qoyunu daha az oxşayır. Ben kurtdan qoyunu qarışdırıram. Yumurtaların. Yoxsa kurtdan qoyunu niyə qarışdırıram ki? Aha orada bir tane de var ha. Dedim de böyük ihtimal 2 tane olsaydı. Öyle 2 tane de tapdım. Sen gedirdik. Hop. Təzəm də qayıtmaq istəmirəm bura. Aha. Birdən yeməyimiz yer. Çox tez azıqıram. Çürüyət deyərəm deyə. Aha. İsim etiketi. Çiğ somun. Qarbula. Çox bir gereksiz şeyler çıxdı deyə. Hiçbir şey lazım değildi. Allah. Bunlar kuruqdu. Bu tərəfiyə gedək bax hələ. Başka bir şey olmadı. Çünkü çok vaxt həmişə bir tane yerde 2 tane olur. Burada bir tane sıkılı bir tane maden var. Meşale, həmişə yadımda meşale olur. Özüm də meşale ancaq düzəltməmişəm. Nə tər olur özüm də bilmirəm. Özünə meşale çıxır. Ya da başka yerlerden çıxmaz. Belki de eyni meşalelerdir. Eyni meşaleleri işlədib qutarıram. Onda bu bölümdə tarlaya elədik. Evi digər bölüm deyərik. Çünki evi digər bölüm deyərəm. Neyinlə də bu bölümdə ev eləyib. Çünki bu bölümdə həm tarla elədik, həm də qoyunlar üçün bir ərazi elədik. Ancaq indi mən bu kurtu şey eləyəmərəm axı. Əgər kurtu şey eləsəm, qoyunu gedib yeyəcək. Ancaq yanına blok 30 dursam bir şey olmaz çünkü cumamaz. Ancaq 30 dursam da yani yanına blok da koymasa üstüne atlanıp geçə bilməsə problem olmayacaq. Ancaq bir şey deyib koyaram da. Onu istəyəsə də böyük ehtimal mən creative'ə götürürəm çünki hile işlətmiş olacaq. Harca hər bölüm mən bu madəndə çıxılı bir dənə madən görürəm, girirəm. Dəmiryat qazıram. Allah da kir komutumuzu yazaq, hop. İndi gələk bir dənə yataq, sonra da videomuzu bitirək. Hop, qapımızı açaq. Heç yaratık görməmişəm mən hələ ki. Heç bir yaratık görməmişəm. İndi dəmirlərimizi qoyaq pişsin. Və sonra da videomuzu bitirəcək onsuz da. Bunları ataq, at. Bunlar at. İndi bir dənə özümüzdə dəmir kazmayacaq çünki az qalıb. Onun işində işlətməyəcəm, sadəcə yedəkdə qalsın. Onda dostlar videomuz bu kadar olsun. Bunun bölüm 2'sinin gelmesi için aşağıda videolar kanala abone unutmayın ve bye bye.